Salam, bürclər aləminin ən zərif, ən ədalətli və estetik duyğusu ən yüksək olan əziz tərəzi bürcü nümayəndələri. Həyatın hər anında o məşhur balansı axtaran, ətrafına hüzur və gözəllik saçan gözəl insanlar, bu həftə sizin üçün bir növ daxili təmizlik və xarici parıltı həftəsidir. Aprel ayının son günləri ilə mayın ilk həftəsi arasındakı bu keçid dövrü sizin üçün həm ortaq maddi məsələlərdə, həm də ikili münasibətlərdə çox önəmli dönüş nöqtələri vəd edir. İdarəedici planetiniz olan gözəllik və sevgi ilahəsi Veneranın Boğa bürcündəki mövqeyi sizin üçün həm maddi güvəni, həm də duyğusal dərinliyi ön plana çıxarır. Bu həftə sanki həyatın tərəziləri yenidən qurulur və siz öz haqqınız olanı almaq üçün ən doğru zamandasınız. Gəlin 27 apreldən 3 maya qədər davam edəcək bu 7 günlük maraqlı səyahəti günbəgün, səmimi bir söhbət dadında birlikdə analiz edək. Həftənin ilk günü olan 27 aprel bazar ertəsi səhərinə oyanarkən diqqətiniz tamamilə karyeranızda, cəmiyyətdəki yerinizdə və gələcək hədəflərinizdə olacaq. Ayın xərçəng bürcündəki hərəkəti sizin 10-cu evinizi işıqlandırır. Bazar ertəsi günü rəhbərliklə münasibətlərdə, vacib layihələrdə və ya ictimai nüfuzunuzla bağlı məsələlərdə çox həssas və intuitiv addımlar ata bilərsiniz. İş yerində hər kəs sizdən məsləhət almaq, sizin o obyektiv baxış bucağınıza sığınmaq istəyəcək. Əgər bir məsuliyyət götürmək lazımdırsa, bugün ulduzlar sizin arxanızdadır. Daxilinizdəki o liderlik potensialını zərif bir şəkildə ortaya qoyun. Günün sonunda işlərinizi qaydasına salmış olmağın verdiyi rahatlıqla evinizə, sığınacağınıza dönmək sizə çox yaxşı gələcək. 28 aprel çərşənbə axşamı günü enerjiniz sosial mühitlərə, dostluqlara və gələcək xəyallarınıza doğru sürüşür. Şir bürcünə keçən ay sizə böyük bir özünə inam və parıltı bəxş edir. Çərşənbə axşamı sizin üçün səhnəyə çıxmaq günüdür. Dostlarınızla görüşmək, bir tədbirə qatılmaq və ya sosial mediada aktiv olmaq üçün mükəmməl vaxtdır. İnsanların sizə olan rəğbəti artır, təklifləriniz maraqla qarşılanır. Bugün həm də gələcəklə bağlı qurduğunuz o böyük arzular üçün ilk addımı ata bilərsiniz. Kiminsə dəstəyinə ehtiyacınız varsa, bugün həmin dəstəyi tapmaq çox asan olacaq. Sizin o cazibədar təbəssümünüz və şirin diliniz bu çərşənbə axşamı bütün qapıları açacaq. Həftənin tən ortası 29 aprel çərşənbə günü biraz tənhalığa, sükuta və daxili hesabatlara ehtiyac duyacaqsınız. Ayın biraz daha qapalı bir sahəyə keçməsi sizə deyir ki, biraz dayan və ruhunu dincəlt. Çərşənbə günü çox səs-küylü mühitlərdən qaçmaq, bəlkə biraz meditasiya etmək və ya uzun müddətdir sizi narahat edən şuuraltı qorxularınızla üzləşmək üçün ideal zamandır. Qız bürcündəki enerjilər sizə kömək edəcək ki, həyatınızdakı lazımsız insanları, əşyaları və düşüncələri zibil qutusuna atasınız. Bu, bir növ mənəvi detoksdur. Arxa planda qalan işləri tamamlamaq, kimsənin xəbəri olmadan bir hazırlıq görmək sizə gələcək uğurlarınız üçün möhkəm zəmin yaradacaq. Və budur, aprel ayının son günü 30 aprel cümə axşamına çatırıq. Bugün ay sizin bürcünüzə, tərəziyə keçid edir. Səhər saatlarından etibarən üzərinizdəki o dumanlı hava dağılır və sanki bir ulduz kimi parlamağa başlayırsınız. 30 aprel günü sizin üçün yenilənmə günüdür. Xarici görünüşünüzdə dəyişiklik etmək, yeni bir saç rəngi, yeni bir geyim və ya sadəcə baxışlarınızdakı o işığı hamıya göstərmək üçün bundan yaxşı gün ola bilməz. Özünüzü hər zamankından daha güclü, daha mərkəzdə və daha hüzurlu hiss edəcəksiniz. Aprel ayını uğurla başa vurduğunuz üçün özünüzə təşəkkür edin. May ayına keçid gecəsi, qəlbinizdəki o ən böyük diləyi ulduzlara pıçıldayın, çünki bu keçid sizin üçün xüsusi bir enerji daşıyır. Xoş gəldin, may ayı. 1 may cümə günü sizin üçün maddi və mənəvi dəyərlərin, bərəkətin və bolluğun simvolu olacaq. Mayın ilk günü ulduzlar sizin cibinizə və özünüzə verdiyi dəyərə fokuslanır. Maddi mənada yeni bir başlanğıc edə bilərsiniz, bəlkə yeni bir gəlir mənbəyi, bəlkə də uzun müddətdir arzuladığınız o bahalı əşyanı almaq üçün fürsət yaranacaq. 1 may həm də özünüzü kəşf etmək günüdür. Sizin üçün nəyin daha dəyərli olduğunu düşünün. İş mühitində praktik və nizamlı addımlarınız sizə qazanc gətirəcək. Bu cümə günü özünüzü kiçik bir lükslə mükafatlandırın. Bu bir şokolad da ola bilər, sevdiyiniz bir yerə getmək də.
Mayın ilk nəfəsi sizə bolluq gətirir, buna inanın. 2 may şənbə günü enerjiniz ünsiyyət, yaxın çevrə və öyrənmə mövzularına yönəlir. Şənbə günü telefonunuz bir an belə susmaya bilər. Qohumlar, qonşular və ya uşaqlıq dostları ilə maraqlı dialoqlar, bəlkə də qısa bir gəzinti planı gündəmdə olacaq. Zehniniz çox iti işləyir, yeni bir şey öyrənmək, kitab oxumaq və ya vacib bir yazışmanı yekunlaşdırmaq üçün əla gündür. Tərəzi bürcünün o məşhur diplomatiya qabiliyyəti bu şənbə günü sizin ən böyük köməkçiniz olacaq. Əgər ətrafınızda gərginlik varsa, siz o hüzuru bərpa edən tərəf olacaqsınız. Axşam saatlarında təmiz havada bir yürüyüş etmək zehninizdəki bütün artıq yükləri təmizləyəcək. Həftənin son günü olan 3 may bazar günü diqqətiniz evinizdə, ailənizdə və daxili hüzurunuzda olacaq. Bazar günü sizin üçün sığınacaq günüdür. Ailə üzvləri ilə birlikdə vaxt keçirmək, bəlkə evdə kiçik bir təmizlik və ya dekorasiya dəyişikliyi etmək sizi çox xoşbəxt edəcək. Tərəzilər üçün estetik mühit hər şeydir. Bu bazar günü evinizdə yaratdığınız o hüzurlu atmosfer gələn həftə üçün sizin batareyanızı dolduracaq. Keçmişlə bağlı xoş xatirələr yuxularınızda və ya söhbətlərinizdə canlana bilər. Gələn həftənin planlarını qurarkən daxili səsinizə, intuisiyanıza güvənin. Bazar axşamını səmimi bir şam yeməyi ilə başa vurmaq ruhunuza şəfa verəcək. Ümumi olaraq 27 aprel, 3 may həftəsi əziz tərəzilər üçün bir növ balansın bərpası həftəsidir. Sağlamlıq baxımından xüsusilə böyrək nahiyənizə diqqət etməyiniz və bol su içməyiniz məsləhətdir. Maddi mənada may ayının gəlişi ilə ortaq qazanclarda və ya miras, borc kimi mövzularda müsbət irəliləyişlər gözlənilir. Sevgi həyatınızda isə sizin o zərif və anlayışlı yanaşmanız qarşı tərəfi bir daha sizə aşiq edəcək. Əziz tərəzilər, bu həftə kainatın sizə mesajı belədir. Sən öz daxilində o hüzurlu balansı qurduğun zaman, bütün dünya sənin ətrafında rəqs etməyə başlayacaq. 27 apreldən 3 maya qədər olan bu dövr sizin üçün həm mənəvi bir təmizlənmə, həm də maddi bir yüksəliş vəd edir. Ümid edirik ki, bu astroloji yol xəritəsi həftənizi daha parlaq və daha uğurlu keçirməyinizə vəsilə olar. Həyatınızdan sevgi, ruhunuzdan estetik duyğu və süfrənizdən bərəkət heç vaxt əskik olmasın. May ayınız sizə bütün arzularınızı gerçəkləşdirmək üçün gəlir. Gələn həftə yenidən ulduzların rəhbərliyi altında görüşənədək özünüzə yaxşı baxın və hər zaman zərif qalın. Sevgilərlə.